Həftəlik bürclər 9 fevraldan 16 fevrala doğru dolça ikizlər tərəzi bürclərini, hava ünsürlərini nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə elə bir həftə olacaq ki, dövlətlə, rəsmiyyətlə əlaqədar olan bütün işləriniz yarımçılığa keçəcək. Sənəd üzərində, universitetlə əlaqədar, xəstəxana ilə əlaqədar, rəsmiyyət üzərində nə işləriniz varsa, bu həftə hamısı bir balaca yarımçıq kaşa vəziyyətində olacaq və ən çox da ehtiyatlı olan dolçular bu həftə ətrafınızda olanların kimisə sağlamlığına bağlı itki ola bilər və yaxud da xoşunuza gəlməyən bir xəbərləri eşidə bilərsiniz. Sevdiyiniz, dəyər verdiyiniz insanlarla bağlı problem, itki nüansı aktivləşə bilər. Çünki bu həftə şəxsiyyətlə əlaqədar itkinin enerjisi sizin üzərinizdə dövriyyəsi güclü bir şəkildədir. Yəni hara fırırsınız, fırlayın, şəxsiyyətlə əlaqədar itki, şəxsiyyətlə əlaqədar yarımçılıqlar sizi dövriyyə alacaq bir vəziyyətə keçəcək. Bəli, iş, pul, maddiyyat baxımından özünüzü gücləndirə bilərsiniz. İş, pul, maddiyyatla bağlı özünüzü yeni etapa doğru çevirə bilərsiniz. Belə deyim, özünüzü yeni səviyyədə daha da aktiv formada aktivləşdirə bilərsiniz. Maddisal balansınızı, maddisal öz güvəninizi düzəldə bilərsiniz. Təhsillə əlaqədar öz üzərinizdə çox belə güclənmiş bir formada işləyə bilərsiniz. Amma şəxsiyyətlə əlaqədar olan problemlər sizin aktivləşməyiniz, sizin zaman çərçivəsində doğru yeni bir alanda özünüzü gücləndirməyinizə doğru böyük bir parçalanma yarada bilər ki, bu da sizin beyin düşüncələrinizdə, yaddaşınızda zamanla əlaqədar problemlərinizi düzəltməyəcək. Xəstəxana ilə həkimlə əlaqədar bu həftə həm özünüzün, həm ətrafınızda olan dəyər verdiyiniz insanlarda problem olacaq. Onlara fikir verməyə çalışın. Çox kritik həftə deyil, amma 69-71%-ə qədər həftənizi məcburi şəkildə uğurlu edə bilərsiniz dolçalar. Əkizlərə gələndə əkizlər həqiqi mənada bu həftə əkizlər olacaqsınız. Yəni 2 etapda olacaqsınız, 2 simada olacaqsınız, 2 düşüncədə olacaqsınız. Bəli, pul maddiyatla bağlı gücünüzü toparlayacaqsınız. O bir məsəl var, son damlasına qədər mübarizə aparacaq. Bu həftə onu edəcək, son damlasına qədər. Bu həftə öz gücünüzü, öz mübarizənizi göstərə bilərsiniz və istəkləriniz üzərindən hər şeyi idarə edə bilərsiniz və bu həftənin ən uğurlarından da biri siz ola bilərsiniz. Özünüzü önə çəkə bilərsiniz, şans olaraq, düşüncə olaraq tam aktivləşmiş bir formada olacaqsınız. Sadəcə bu həftənin vacib məqam pul maddiyyatın bölgüsünə, vergisinə, düzgün şəkildə vermək, mübadiləsinə, bunlara fikir verməlisiniz. Çünki burada düzgün şəkildə pulu vermədiyiniz və hansısa bir məqamda cib qalığınızda bəzi problemlər olacaq insanlarla əlaqədar mədaxil və məxaricə fikir verməlisiniz. Əkizlər qadınları bu həftə daha çox yalan, daha çox yarımçılıq, daha çox boş, gizli qalmış nüansların təsirində ola bilərsiniz ki, istəmədiyiniz səbəbdən gücünüzü itirə bilərsiniz, istəmədiyiniz səbəbdən enerjilərinizi yarımçıq formaya apara bilərsiniz. Sağlamlıqla əlaqədar qarın, mədə, bağırsaqlara doğru bəzi nüanslarda problemləriniz olacaq. Bunlara fikir verməlisiniz. Üzümü dəyərləndirsək 83%-ə qədər həftəniz uğurludur. Bu həftənin ən uğurlarından biri tərəzilərdə siz ola bilərsiniz. Çünki tərəzilər günəş, şans, yarımçıqların bağlanması və evrənin köməyi sizin üzərinizdə olacaq. Yəni nəyi parçalanmaya doğru aparsanız elə bir əllərin içində siz saxlayacaqlar. Yeni bir şansa, yeni bir uğura doğru aktivləşdirə bilərlər. Tərəzilər məsuliyyətsizliyiniz həddən artıq çox ola bilər. İzləyin hər şeyi, plan qurun hər şeyi. Çünki bu həftə evrən o qədər gözəl şans yaradacaq ki, istəmədiyiniz formada özünüzü qabağa çəkə bilərsiniz. Hiss və emosiyalarınız çoxdur. İstədiyiniz şəkildə sevgi və istək, etiraflarınız, barışıq addımlarınız, şəxsiyyətlə əlaqədar yenilənməklərinizi edə bilərsiniz. Ən böyük problemlərdən biri tərəzilər keçmişin gələcəyə doğru bloklanmasıdır. Merkurin retrosuna yavaş-yavaş keçid edirik deyə artıq dərəcədə Uranın retrosundan çıxıb Merkuriyə keçdiyim üçün bu sizə də təsir edəcək. Keçmişdən olan insanların gələcəyə doğru sizin düşüncələrinizdə əsəbiyyət, aqressiya, narahatçılıq, güvənsizlik yaradıb sizin ümumi gücünüzü zəiflədə bilər. Bircə dənə problem budur və keçmişdən olan sağlamlıqla bağlı problemlər, sağlamlıqla bağlı narahatçılıqlarınız aktivləşə bilər. Bunları önə çəkməyin heç bir mənası yoxdur. Ümumi dəyərləndirsək uğurlu bir həftədir, bəli. İstədiyiniz formada həftənizi və evrənin sizi qoruması nəticəsində həftənizi 88-87%-ə qədər uğurlu edə bilərsiniz və bundan istifadə edə bilərsiniz tərəzilər.